Neftçilərdə yerləşən bu gözəl məkandan xəbəriniz var? Bugün sizə həm möhtəşəm interyerli bir məkan, həm də uyğun qiymətli səhər yeməyi paylaşıram. Əvvəlcə bu məkanın gözəlliyinə bir baxın. Bura Bakıdır, lakin burada insan özünü rayonlardakı kimi hiss eləyir. Məkanın hər köşəsində şəkil çəkdirmək olar. Yaşıllıqlarla dolu, güllü, çiçəkli, çox gözəl bir məkandır. Bu süfrədə gördüyünüz səhər yeməyi isə 4 nəfərlik səhər yeməyidir. Bu cür gözəl mənzərədə bu səhər yeməyinə kim yox deyə bilər axı. Bu səhər yeməyində 3 isti yemək var. Pomidor, yumurta, kükü, qlazok, qəlyanaltılardan isə nə desəniz mövcuddur süfrədə. Bu səhər yeməyinin ən çox sevdiyim yanı isə simitlərin, çörəklərin orada bişməsidir və süfrəyə isti-isti xırçıltılı şəkildə təqdim olunur. Yumurta, pomidoru isə sacda verirlər, bunu da çox bəyəndim. Süfrədə gördüyünüz səhər yeməyi 4 nəfərlikdir və masada barmaq basmağa yer yoxdur. 4 nəfərlik bu səhər yeməyinin qiyməti isə 49 manatdır. Düşünürəm bu cür məkan üçün həddindən artıq uyğun bir qiymətdir. Məkan çox genişdir, 2 binadan ibarətdir, hər binada 4 mərtəbə var, kiçik kabinetlərdən tutmuş, böyük banket zallarına qədər mövcuddur məkanda. İstər açıq, istərsə də qapalı yerdə uşaq əyləncə mərkəzləri var. Müxtəlif terasları da mövcuddur. Ümumiyyətlə burada hər kütlədən olan insanların rahatlığı düşünülüb. Həyəti isə həm gəzib istirahət eləməyə, həm əyləşməyə, həm də maşın saxlamaq üçün çox uyğundur.